BMT-nin Cenevra ofisində İnsan Hüquqları Şurasının 58-ci sessiyası çərçivəsində Beynəlxalq Avrasiya Mətbuat Fondunun təşkilatçılığı ilə münaqişə bölgələrində uşaqların hüquqları adlı yan tədbir keçirilib. Tədbirdə Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Mirzəyev münaqişələrin zərbə vurduğu əsas qrupun məhz uşaqlar olduğunu bildirib. O, Qərbi Azərbaycandan deportasiya olunan və artıq başa çatmış Qarabağ münaqişəsindən təsirlənmiş Azərbaycanlı uşaqların Ermənistan dövləti tərəfindən pozulmuş insan hüquqlarına dair məsələ qaldırıb. Təəssüflə qeyd etməliyəm ki, 1988-89-cu illərdə etnik təmizləmə nəticəsində indiki Ermənistan ərazisindən 300 mindən çox azərbaycanlı, o cümlədən 10 minlərlə uşaq yaşadığı doğma torpaqlarından deportasiya olunub, deyə Umud Mirzəyev bildirib. Qlobal Cənub şəbəkəsinin üzvü Dr. Blerin Mustafa uşaqlarla bağlı mühüm statistikanı təqdim edib. Xüsusilə Xocalı soyqırımında öldürülən uşaqları xatırladıb. Birinci və ikinci Qarabağ müharibəsi zamanı uşaqlar da bu münaqişənin qurbanına çevriliblər. Xocalı soyqırımı Azərbaycanlı uşaqların dəhşətli qətliamı kimi tarixə həkk olunub, deyə Blerin Mustafa qeyd edib. Tədbirin sonunda Beynəlxalq Avrasiya Mətbuat Fondunun beynəlxalq təşkilatlara və dünya ictimaiyyətinə ünvanladığı bəyanatı səsləndirilib. Bəyanatda Ermənistandan deportasiya olunan və Qarabağ müharibələrindən təsirlənən Azərbaycanlı uşaqlar haqqında faktlar da yer alıb.